fəxr və məsuliyyət hissi ilə hər birinizi YouTube kanalımda Şuşa vloquna dəvət edirəm. Mən bu vloqu bəlkə də bir 5 il ərzində çəkmək istəmişəm. Çünki vətən müharibəsi bitdikdən tam 1 il sonra Şuşaya ilk dəfə səfər etmişəm. Onda çox fərqli və çox ağırlı bir hisslər keçirmişəm və düşünürəm ki, bunu Şuşaya hər ilk gələn insanlar, hər ilk dəfə qədəm basan insanlar bunu hiss eləyir. Zaten zaman-zaman da insanın içində o dəyişən o duyğular bir o qədər dərinləşmir və biz hər zaman burada Vətən müharibəsinin şəhidlərinin Şuşa uğrunda və digər torpaqlarımız uğrunda mübarizədə canından keçən şəhidlərimizi, yaralı qazi qardaşlarımızın hər birini xatırlayırıq və bu səbəbdən də Şuşada çox da deyib gülüb əylənə bilmirik. Bununla belə müstəqil və güclü Azərbaycanda Şuşanın və digər Qarabağ bölgəsinin işğaldan azad olunmuş torpaqlarının gündən-günə necə çiçəkləndiyini gördükcə özümüzlə, dövlətimizin siyasəti ilə fəxr edirəm. Çünki bir daha təsdiq olunur ki, Azərbaycan xalqı quran xalqdır, yaradan xalqdır və hər bir dağıntıdan, hər bir pislikdən bir gülüstanlıq yaratmağı bacaran bir xalqdır. Və bunun ən bariz nümunəsi, ən gözəl nümunəsi son illərdə Şuşada cərəyan etməkdədir. Odur ki, Şuşa vloquna xoş gəldiniz. İlk səfərdən fərqli olaraq bu dəfə Şuşaya nəhayətində ananı da gətirdim. Çünki işğaldan azad olmuş torpaqları, Qarabağımızı görmək ananın ən böyük arzularından biri idi. İş elə gətirirdi ki, mənim səfərlərim mütəmadi olurdu. Hər il keçirilən Xarı Bülbül festivalına dəvət alırdım və buradakı otellərlə əməkdaşlıqlarımız olurdu və özüm gəlirdim. Ana gələ bilmirdi və şükür bu günə ki, ananı da özümlə gətirə bildim və mənim üçün də əlavə bir fəxr hissidir ki, bu kanalda, bu vloqda nəinki Şuşanı göstərəcəm, göstərməyə çalışacağım, belə deyim, cəhd edəcəm. Çünki nə qədər də çalışsaq da hər bir işin müvəffəq olmasında Allaha sığınırıq və öz işlərimdə də hər zaman tanıtmaq, bir yeri göstərmək, o yer haqqında danışmaq böyük bir məsuliyyətdir və ümid edirəm ki, bu məsuliyyətin öhdəsindən gözəl gələrəm və siz də videonu bəyənərsiniz. Şuşa da məndən razı qalar, belə deyək və əlavə də bir həyəcan hissi ondan bürünür ki, anaya Şuşanı göstərəcəm. Bizim bu işin ərsəyə gəlməsində, bu layihənin ərsəyə gəlməsində əlbəttə ki, Allah Taala hər zaman insana köməkçilər göndərir və insan ilk növbədə onlara təşəkkür etməlidir. Keçən il mən ilk dəfə Yasəmən otelə gəldikdən sonra biz əməkdaşlıqla gəlmişdim, səyahətçi dostlarla. Bir il ərzində həmin bir plan işləndi. Qayıtdıqdan dərhal sonra plan işləndi beynimdə. Lakin bir plan ərsəyə gəlməsi üçün bir müddət vaxt lazım olur. Əslində mənim təşəkkürüm onlaradır ki, bunun üstünə ötüb keçmədilər. O qədər bu hallar olub ki, məsələn, beynimdə bir layihə yaranıb, bir fikir yaranıb, bir cızma qara etmişəm, bir layihə halına salmışam, lakin yox da kəlməsi almışam. Bunun heç bir zaman davasını aparmadım. Çünki insan həyatı boyu həm hər cavabına hazır olmalıdır, həm də yoxa hazır olmalıdır. Bir il ərzində bu işləndə hazırlandı, lakin elə əvvəldən də 70% müsbət cavab alacağın ehtimalı vardı. Ona görə də hər saniyə artıq yazın gəlişini, yayın gəlişini və şuraya gələcəyimi gözləyirdim. Bu baxımından çox böyük bir dəstək baxımından bizi burada bu otellərdən qalmaqla təmin etdiyinə görə ilk 2 günümüzü qalacağımız Yasəmən otel rəhbərliyinə və bir günümüzü də Şuşa oteldə keçirəcəyik. Fərqli olsun deyənə, həm Yasəmən oteli görəsiniz, həm Şuşa oteli görəsiniz, həm sizin üçün fikir olsun deyənə Şuşa otel rəhbərliyinə təşəkkürümü bildirirəm. Yola çıxan insanlara kim kömək edirsə, bu böyük bir lütfdür. Mən bunu hər zaman deyirəm. Bunu orta əsrlərdən də biz görmüşük. Səyahətçilər gedib, dərvişlər gedib, övliyalar gedib, böyük İpək yolu üzərindən oradan ora, buradan bura gediblər və heç bir insan köməksiz bir yerə başa gəlib çıxa bilməz. Bir insan ki, deyər ki, mən, orada artıq hər şey bitir. Çünki insanı evdən çıxardan da Allahdır və onu mənzil başına çatdıran da Allahdır və əlbəttə ki, o yolda ona köməkçi olaraq göndərəcəyi vasitələr var, insanlar var. Mən də bugün burada bu layihəmin, bu video çəkilişlərimin ərsəyə gəlməsində, bu səfərimin ərsəyə gəlməsində əvəzsiz kömək göstərən Yasəmən otel və Şuşa otel rəhbərliyinə təşəkkürümü bildirirəm və onlara bu çiçəklənən, bu yenidən qurulan Şuşada hər zaman zirvədə olmanı diləyirəm. Mən özümdən sonra da nə qədər qonaqlarımı bura göndərdim. Məsələ onda deyildi ki, onlar bizə o vaxtı bir yaxşılıq etdilər. Amma
o qədər getdiyimiz yerlər olub ki, oradakı keyfiyyətdən heç vaxt məmnun qalmamışam və bəlkə də çəkib göstərmişəm, amma digər qonaqlarıma məsləhət bilməmişəm. Lakin Yasəmən Otel ilə şu oteli onların özlərinin belə xəbəri olmadan dəfə hər kəsə tövsiyə etmişəm. Çünki sırf bax bu elə 2 gündə qalacağımız bu Yasəmən Otel, onun çox gözəl bir şüarı var. Onlar deyirlər ki, sizin Şuşadakı eviniz və həqiqətən də qapıdan Astanadan içəri girən kimi insan özünü sanki bir nənəsinin, bir babasının evində hiss edir. O qədər bir gözəl ənənələrə, yerli ənənə, yerli Şuşa ənənəsinə, memarlığına xas olan bir gözəllik burada ərsəyə gətiriblər ki, gəl görəsən. Sizə oteli də göstərəcəm, sizin üçün bir fikir olsun və yavaş-yavaş kanal video boyunca gəzdikcə sizə Şuşadan danışacağım. Ki, məncə Şuşa anlatılmaz. Türklər demişkən Şuşa hiss edilməlidir, Şuşa gəzilməlidir, yarasını hiss etməliyik, o zəngin keçmişini hiss etməliyik və bugününə baxmalıyıq. Külündən doğulan bir şeylər hər zaman gözəldir. İradənin də küldən doğuluş hekayəsi var ki, Qarabağın və Şuşanın küldən doğuluş hekayəsi daha möhtəşəmdir. Yasəmən Otelin bir neçə korpusu var. Bura qərb korpusudur və içəri girişdə köhnə versiyanın şəkilləri, necə bunlar aşkar ediblər, necə bu evlər olub. Burada hətta qızlar üçün yataqxana da olub və bugünkü halı əksini tapır. Buranı sevməyimin digər səbəblərindən biri artıq otaqda deyil də, qapıdan girən kimi ayaqqabılarımızı burada çıxardırıq və şəpiklərlə avzugələnirik. Burada otaqlar çox gözəldir və yerli memarlıqda və bir qədər də Provansın gözəlliyini özündə əks elətdirir. Lakin olduqca belə deyək, ehtiyatla, xüsusi zövqlə, xüsusi bir gözəllik və incəliklə milli koloriti Şuşanın abu havasını qorumağa çalışıblar. Özənli seçilib hər bir şey, ta ki pəncərəsindən tutmuş pərdələrinə qədər. Və burada həqiqətən də sanki bir 19-cu əsr Şuşasına düşmə abu havası var. Və Şuşada hər zaman evi olanlar heç təsadüfi deyil ki, Şuşanın o dövrünü hər zaman özlədilər. Çox gözəl bir kitab var, Çingiz Qacarın Köhnə Şuşa adlanır və o kitabı vərəqlədikcə 19-cu əsrdə Şuşa bəylərinin evlərinin, hətta bəylərdən sonra adi bəylərdən biraz aşağı, məncə Şuşada heç vaxt kasıb insan olmayıb, insanların evləri necə gözəllikdə olub, onu görmək mümkündür. Buranın belə ikinci mərtəbəsi də var. Bizim üçün əslində ikinci mərtəbədə yer ayrılmışdı, amma ana pilləkənlərə qalxa bilməyəcəkdən ehtiyatını verib aşağıdan götürdüm. Mən birinci və gələndə elə burada qalmışdım. Burada da belə otaqlar, aşağının otaqları ilə yuxarının otaqları bir qədər fərqlidir. Məncə hər birimiz həyatımızda bir dəfə heç olmasa ki, sonrasındakı artacaq Yasəmən Oteldə qalma təcrübəsini yaşamalıyıq. Ema xanım, Can, Qarabağa xoş gəldin. çox sağ ol. Şuşaya xoş gəlmisən. Demə. İllər boyu Şuşa dedin. Bəli. O gün bugün. Deməli 44 günlük müharibə qutaranda elan eləyəndə ki, Şuşa bizimdir. Bilmirəm yadındadır ya yox, sənin otağındaydı, kövrəldim, ağladım. Amma heç ağlımın ucundan keçməzdi ki, illər sonra mən Şuşaya gələcəm. Mənə elə gəlir ki, hər bir Azərbaycanlının arzusudur Şuşada olmaq. Amma mən bugün burada elə bir şeyə şahid oldum ki, bilmirəm, fikrimi nətər ifadə eləyim. Həm vətənimdir, həm gözəldir, həm qürur duyuram. Və belə deyim, sağ olsun bizim cənab prezident ki, bu cürünə böyük bir iş görübdür və inanılmaz gözəlliyi var burada. Allah şəhidlərimizə də rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Şuşanın hər daşında həqiqətən də onların qanın izi var. Şəfa versin. Amin. Allah ordumuzu qorusun. Və mən sənə orada bir sual verdim biz yuxarı çıxanda. Mən o yuxarı çıxana qədər mən elə bildim bizim uşaqlar oradan çıxıblar. Dedin ki, başqa yolla. Başqa bir yol var. Əslində Şuşa əməliyyatı tam bir filmdir, böyük bir tarixdir. İnşallah bir gün kimsə onu daha gözəl səhnələşdirsin. Çünki böyük bir cəsarət, böyük bir igidlik məktəbi olub. Bəli. Bu arada orada gördüyümüz birinci deməli
malikanə. Mehmandarovların Şuşanın ən mötəbər ailələrindən biri olub Mehmandarovlar. Onların deməli Mehmandarovların ev muzeyidir. Yan tərəfdə tam da onların Mehmandarovların ev muzeyinin memarlığında Yasəmən Otelin digər korpusları da onlar da açılacaq inşallah. Məsəl üçün bu korpuslardan tamam fərqli eləyiblər. İndi biz Mehmandarovların muzeyində gəzəcəyik, çəkəcəyik. Çəkiliş edirdim. Aytən üzr istəyirəm, sözü kəsdim. Aytən xanım gəldi. Aytən xanım Yasəmən Otelin gözü bəbəyi deyək, qızıl əlli ustasıdır. Biz keçən onun o gözəl təamlarından datdıq və gələn məni biləndə ki, mən gəlmişəm ki, bəs Ema xanım və Sema xanım o gün bu gün bizi gələndə qəşəng gidizdirdi, çizdirdi. Allah sizdən razı olsun. Allah xoşunuz olsun. Amma bir əlavə eləmək istəyirəm. Bağışda Aytən xanım sözü kəsdim. Aytən xanımın böyüklüyü, möhtəşəmliyi nədədir? Aytən xanım Şuşa mətbəxinin dəyərini saxlayıb qüvvədə və Yasəmən Otelində həmin Şuşa, qədimi Şuşa mətbəxinin yeməkləri hazırlanır. Bir dənə də söz əlavə eləmək istəyirəm. İnanınız ki, biz artıq 2 saatdır buradayıq. Deməli, burada elə bir abu-hava yoxdur ki, bura oteldir. Sanki öz evindəsən. Bəli. Yəni bura kim gəlsə sizə elə gələcək ki, bu sizin evinizdir. Və mən çox sevinirəm ki, bu otelin belə gözəl bir xanımı xörək hazırlayır. Mən sənə aşpaz demək istəmərəm. Yəni ki, sən belə deyə, bu otelin anasısan. Çox sağ olun. Sən bizim qayğımıza qalırsan. Çox sağ olun. Həqiqətən Xoş də. gəlmisiniz. Mən çox şadam ki, sizin kimi bir xanımdan bu tərifi eşitdim. Bir-birimizi tərif. Ümumiyyətlə çox gözəl iş görürsüz Aytən xanım. Siz Həqiqətən də. özünüz bir tarixi yaşadanlar, hər sahədə tarix yaşadanlar var. Nə bilim, tarix olsun, arxeologiya olsun, amma mətbəxdə tarixi yaşatmaq Bəli. böyük bir ustalıq tələb eləyir. Siz məsəl üçün böyüklərinizdən o reseptləri öyrənmisiniz və bu gün Yasəmən Oteldə siz gəlsəz, kim gəlsə, Avropa mətbəxindən heç kəs atmayacaq. Çünki buranın özəlliyi məhz Şuşa mətbəxidir. Çox O bu gözəl. böyük bir şeydir. Bunu qoruyun, saxlayın. Mən sizlə fəxr edirəm həqiqətən də. Oldu. Bir vətəndaş olaraq fəxr Çox edirəm. sağ olun, var olun. Mən də sevinirəm ki, Ema xanımdan mən bu sözləri eşitdim. Məni çox fərəhləndirdi. Ruhlandım, belə deyim. Daha da çox inkişaf eləmək istəyirəm, öz üstümdə işləmək istəyirəm ki, Həqiqətən də. o yadımdan çıxanları da bir təzələmək istəyirəm. Mütləq. Ki onların hamısı mən yazım, bir dəfə başlayım onları menyuya salım demək olar ki. Salın. Yazım inşallah Və çalışın, kitab çap eləyin. Şuşa mətbəxi zəngin imiş. Yəni sizin menyuya baxanda mən bu gün nəyə təəccübləndim? Biz bildiyimiz şəhərdə, yəni menyuda olan xörəklər yox idi. Sırf Şuşanın mətbəxinə 40 buğum plovu, boyanalı plovu, mən bu gün Bənövşədən hazırlanan mürəbbə ilə çay içmişəm. Kəklik otunun gülündən hazırlanan mürəbbə ilə çay içmişəm. İndi gör bizi sabah nə gözləyir. Yasəmən mürəbbəsi. Yəni Aytən xanım, siz unikalsınız. Yəni mənim mətbəx aləmində bir başqa cizgim var. Mən bizim cavan qızlarımıza mən həmişə demişəm ki, mən sizə bir nə cehiz, miras qoyub gedirəm özümdən. Niyə? Bizim cavan qızlarımız ailə quranda, yəni elə ailə var ki, orada pul var, amma elə ailə olur ki, görürsən orada biraz qısıtdır o pul. Və xanım mənim reseptimə baxanda artıq biləcək ki, 4 nəfəri xörək hazırlamaqdan ötəri 400 qram ət də kifayət edir. Amma Aytən xanım, sənin elədiyin, mənim elədiyimin yanında heç Estağfurullah, heç şey ola bilməz. Allah Mən öyrənirəm hələ də. Sizin çox gözəl reseptləriniz var. Heç kəsin vermədiyi bir reseptlərdir. Çünki hərə verən bücrə verir, amma siz dəqiqliyi ilə, zərgər dəqiqliyi ilə verirsiniz. Bax, o heç kəsdə yoxdur. Mən bir sual verim. Yəni biz ikimiz Azərbaycan qadını, iki bacı durmuşuq elə. Yəni lazımdır ki, səndən də sonra əvvəla Allah sənə bərəkətli ömür versin. Çox sağ ol cümləmizə. Amma sən elə eləməlisən ki, sən Aytən xanım, səndən sonra Şuşanın mətbəxi davam eləməlidir. Və sən əgər onu paylaşmasan, sən onu kiməsə öyrətməsən, kitab çıxaracaq, kitab ki, tab. Xanımın dəstəyi. Mütləq o kitab. Allah qoysa. İndi siz bizi hara aparırsınız? İndi mən sizi aparıram. Buradan yuxarı yol var, Uşmuğa çıxan yol. Ora aparıram, orada gözəl itburnu çiçəkləri görəsiniz, rəngarəng. Getdik. Kəklik otu görəsiniz, boyu görəsiniz, boyama. Boyana. İndi özün yığarsan. Boyananı özüm yığacağam və sabah plov hazırlayacağım. İnşallah, Allah qoysa getdik. Biz getdik.
Bu Yasəmən Otel Şuşanın belə deyək yuxarı məhəlləsindədir və buradan sağ tərəfdə artıq Cıdır düzüdür. Və ona o qədər gözəldir. Elə bilirsən ki, tarixi bir məhəlləsində, tarixi bir dönəmində yaşayırsan və Yasəmən Otelə gəlməklə, burada qalmaqla, hətta siz burada qalmadan restoranında yemək də yeyə bilərsiniz. Elə bilirsən ki, zamana bir səyahət həyata keçirirsən. Bura çox gözəldir, inanılmaz gözəldir. Mən akasiya çiçəyində mürəbbəsi. Son proses eynən düzü. Görsən nə gözəldir. İt burnudur, hə? Hə. Meyvənin bəs çıxma vaxtı? Meyvə hələ sentyabrda. Sentyabrda. Bax tökülür gülləri. Ondan sonra bax bu meyvəsi orada başlayır. Siz indi bu çiçəkləri belə yığıb eləyirsiniz hə mürəbbəsini? Bunun mən kekotaya qatıb bişirirəm. Bir də bunun kompotunu bağlayacağam indi inşallah. Yaxşı. Bax çox qəşəng olur. Təbiətdə hər nə var, hamısından istifadə eləyin. Hamısına. Akasiyanın da kompotunu eləyirəm, mürəbbəsini eləyirəm. Çox gözəl olur. Sənə kömək edirlər yığmağa, yoxsa sən özün tək Zahid yığırsan? özü kömək edir. Hə. Çox vaxtı Zahid özü gedir, yığır, götürür gəlir. Hə, mən onu deyirəm. Gözəldir buralar. Burada yuxarıda evlər var, dədə-baba evlər. Hələ ki onlar təmir olunmayıb. Arxa fonda da bülbüllərin səsidir. Bu da gözəldir ki, böyükdür. İlk dəfədir bu hissəyə keçirəm. Gəlin irəlidə çox qəşəngləri var. Əlinizə batdı mı? Batdı. Böyük qubatsın. Deyir gülü sevirsənsə tikanına dözməlisən. İndi qaydan aşağıda qızıl gül var. Təbiətin gözəlliyinə bax, Allah hər şey gözəl yaradır. həqiqətən də. Və insan Mən bir dənə xarı bülbül saxlamışam evdə. Dördən qalıb bu vaxta qədər. Siz də saxlamışam. Baxın mən onu gətirəcəm. Çək. can Canınız ağrımasın. və insan davamçıdır gözəlliyi yaratmaqda. Yaradıb qurban olduğum və insana şuur verir və bizim tort hazırlayan qızlar və bunu hamısını Hardan hara əlaqələndirdin tort hə, bişirən və mən ona qızlar. görə deyirəm ki, Azərbaycan xanımları möhtəşəmdir. Ümumiyyətlə insan ona bəxş edilən gözəlliyin qədrini bilsə, Yeməyin özü. Tutalım ki, biz döşəmə plov bişiririk. Gör biz hansı sevgi ilə o əti qazana düzürük. Onun üstünə soğanı düzürük. O da belə kaşa malaşı kimi nə gəldi, zırramır o bir-birinin üstünə. Sevgi ilə. Azərbaycan mətbəxini mən çox sevirəm. Azərbaycan mətbəxi üçündür. Bunun gözəlliyinə baxın. qaymaq çiçəyi. Bir nə gözəl çiçəkdir. Xeyri nədir bəs qaymaq çiçəyinin? Elə bəzək üçün mən xoşum gəlir bundan. Və buna niyə qaymaq deyirlər? Qaymaq oxşuyur. Gör nə gözəldir, incədir. Təbiətdən zövq almaq da ayrı bir gözəllikdir. hər Ayrı bir lütfdür Aytən xanım. Bəli, Bəli. həqiqətən də. Quşların səsinə bax. Elə bilərsən ki, onların sahəsinə daxil olmuşuq. Bəli, onlar buranın sahibidir, biz qonağıq. Radiya. Bəli. Bizim Azərbaycan qəşəng bir kinosu var. Dərviş Parisi partadır. Məstəli Məstəli Şah. Hə. Mirzə Fətəli Axundovun əsəri. Bilsən bayaqdan nə fikirləşirəm? Görürsən Monsieur Jordan niyə qayıdır Parisə? Kaş ki oradan gəlməzdi. Ayda bunun iyiliyinə baxır. Nə tapdı görə Emo xanım orada. İlbizin. Hə, burada böyük olur istədiyi var burada. Bu deyir hadi gəl bunu çək. Hə, də gördüm ağacın üstündədir. Bu deyir. Buna bax. Burada da Var, var. orada da Hə, var. var, burada da. Rəngarəngdir ki. Şuşa Baxın torpağı. görün. Dəymə. Dəymə, qoqalıb təbiətində. Dəymə ay xala. Niyə qopardırsan onu Mənə oradan? maraqlıdır axı baxım görüm. No, onun yeri oraydı. O sənin evindən qopartsalar yaxşıdır. Məni evimdən sən qopardırsan. Bıraq qalsın Ora ağacın. bura. Bıraq qalsın ağacında. Yaxşı, bu da bura. qoy. Dəymə. Gəl bura. Dəcəl uşaqlar kimi. Gördün? Ağırdır da, deyən. Əsil mənim atam otur. Kəklotu görür, sevinir. Ağacda kəklotu Aytan xanım, Ağac mən... deyil, bu deyil. Hə, Bu deyirəm hələ- axı. Bunun çiçəyidir. Deyirəm axı. Bu görsən kölgədə qalıbdır. Düymələr tamaşmıyor. İndi buradadır, gəlin. Hə, deyil, hə, bu da. Şey, üstümüz çiçəyidir. Amma başqa rəngdə. Hərəsi bir fərqli rəng.
Gözlər də doğrudan da böyükdür. İlərdə. Hə, mama da yanındadır. Deyə həbər çoban yastığı. Hə, buradakı da başqadır. Bu günlərdə çoban yastığı çay içirəm axşamlar. Şişkin. Çox yaxşıdır, hə. Bir maraqlı bir özünə bağlılıq da yaradır. Amma qara çaydan daha yaxşıdır. Həm də mənə elə gəlir ki, şişkinliyi də azaldıb. Mənim atamın anası rəhmətli. Allah rəhmət eylesin. Öləndən sonra o pastayanla bir dənə səhərlər qara çay içirdi. Pastayanla otlarla çay içirdi. Səhər duran kimi tut vaxtı tut yeyirdi səhərlər. Solanda incir yeyirdi. Sonra onların hamısını qurudurdu. Qış boyu onlardan istifadə edirdi. Özdə deyirlər ki, şəkər çoxlayan şəkərə düşürməyin. O stəkanın yarısına şəkər tökərdi, yarısına ağsı, rəhli su, tünd çay içirdi. Çox yaxşı adamdır. Biz yaylaqlara gedəndə orada kənd adamları 5 cür, 6 cür, 7 cür otu qarışdırıb çay içirik də. Çox maraqlı bir dadları mənə gəlir. Bu yazdan etibarən anlayıram ki, qəribə bir şişkinliyim yaradı. Məndə belə bir şey yox idi. Keçdim, dedim, neynim, bir xeyli oxudum. Dedim, başlayım çoban yastığıdan. Özümü yaxşı hiss edirəm ondan sonra. Elə bilsən ki, üzümün falan, bədənimin şişkinliyi falan azaldı. Çox xeyirli. Təbiətdə hər şey bizim üçündür. Azərçin müəllimi vaxt yaxşı dedi ki, təbiətdir, özünü yeniləyir və təbiətdə hər şey insan üçün yaranıb. Burada hər səhər adam meditasiyaya oturur. Sakitçilikdə, quşların səsində. Burada hər səhər quşların səsində. Bu arada qeyd edirlər ki, havada tutqundur və iyulun artıq 22-sidir. Və bütün dünyada və Azərbaycanda olduğu kimi Şuşaya da yay hələ gəlməyib. Adətən may ayında artıq isti, mayın harcı bir 15-dən 20-sindən sonra isti olur. Amma indi iyun ayıdır, hələ də havalar indiyə qədər belə yağmurlu keçirdi. Bir tərəfdən yaxşıdır, yaşıl mövsüm gec qutaracaq. Amma digər tərəfdən də səmanın üzü açılmalıdır artıq. Bayaq biraz pəncərə açılmışdı, günəş çıxmışdı, qəşəng idi. Gəzə gəldik, kəkli otu yerinə çıxdıq. Hər yerin kəkli otusunun fərqli tamı var. Razısın, hə Aytan xanım? Əlbəttə ki. Hər dağın, hər rayonun. Adicə Şuşanın özünün hər tərəfinin kəklik otu başqa cürdür. Mən elə yerdə var ki, orada cöhərnanə dadı verir. Buradakı bir başqa dad verir. Hər birisi bir başqa daddır. Hər gülün çiçəyində öz qoxusu, öz gözəl incəliyi var. Can, kitab kimi insan. Hə, bu da bizim kəklik otumuz. Görsünüz, deyir, burada var, burada var. Hə, qoxular da gəlir. Hə. Çox gözəl bitkidir, ot deyək, bitki deyək. Özündən əvvəl qoxusunu yayındırır. Necəsiniz Əmə xanım? Möhtəşəm. Görsən təqnəfəsliyi yoxdur. Yoxdur, o qədər yoxdur. Çünki nəmişlik də yoxdur, hava da yaxşıdır. Qalır burada. Mən gedirəm. Siz gedirsiniz, gedin. Qalırsınız, yox, siz də qalın. Əmə xanım üçün bir dənə Şuşada ev. Qurbandır. Hə, Əmə xanım. Bütün çəkilişləri də burada eləyirsən. Mən də arada gəlirəm. Qatar var, Ağdama kimi qatarla. Bir şey deyilmi də sənə yalvarmaqdansa. Şuşa cəmaatına paylayarsan. Deyirsən, mən oteldə işləyən personala paylayıram. Vəssalam. Vəssalam, tapdıq. Çarə tapıldı. Allah haqqı. Allah canına sağlıq versin. Sizin də. İndi ondan sonra kızlar yalvarsınlar ki, qoy gəlməyim xanımı görüm. Deyəcəm, yox, icazə vermirəm. Gözünüz dəyər. Ay, sağ ol. Gözünüz dəyər mənim xanım. Nə gözəl qoxusu var. Aytan xanımdan ana arxada qalıblar və çox möhtəşəm insandır, çox gözəl bilikləri var. İnsan hər bir sahədə, hər bir öz sahəsinin çox gözəl bilikçisi olmalıdır və bildiyini də ötürməlidir. Aytan xanım da bildiyinin zəkatını hazırladığı o gözəl təyyamlarla işlədiyi yerdə Yasəmən oteldə milli Şuşa mətbəxinin gözəlliklərini ərsəyə gətirməklə çatdırır. Ürəyimdən keçdi ki, bir gün onun bir kitabı çıxar. Çünki bizdə Azərbaycan milli mətbəxi ilə bağlı kitab resursları olduqca azdır. İrəvan
İran mətbəxi var, dolmalarımız var. Ümumiyyətlə Azərbaycan mətbəxi az yoxdur demək olar ki. Və Şuşa mətbəxinin də haqqında bir kitabın çıxması çox gözəl olar. Çünki bu kitab bir yadigar olar. Aytən xanım da böyüklərindən, yoldaşının ailəsindən öyrəndiklərini bu gün tətbiq edir, hazırlayır və onlar da bir menyu halında Yasmin oteldə tətbiq olunur. Məsələn, siz özünüz də gəlsəniz və yaxud oteldə qalmasanız, kafe hissəsinə keçə bilərsiniz, orada yeyə bilərsiniz və bu gözəl mətbəxin nümunələrindən dada bilərsiniz. Bu çox gözəl bir şeydir. İnsanın öyrəndiklərinin zəkatını verməsi. Təkcə öyrənib və özündə saxlamırsan, bunu ötürürsən. Mənim hər zaman bu hissədə universitet illərim yadıma düşür. Bizim fakültədə bir rəhmətlik bir alimimiz var idi, adını çəkməyəcəm və o qədim Mesopotamiya tarixinin çox gözəl bilgisidir. Tarixlə yanaşı da dili bilirdi, Şumer dilini bilirdi, Mixi əlifbanı bilirdi, lakin o heç vaxt heç kimi bunu öyrətmədi. Bəlkə də məndən sonra 6 il mən orada magistratura ilə birlikdə təhsilimdən sonra bəlkə kimsə onun o biliyindən yararlanmış oldu. Amma biz oxuduğumuz müddətdə mən elə onun o biliyinə həsədlə baxırdım. Həyatda heç kimi həsəd aparmamışam, paxıllanmamışam. Bugün də paxıllanmıram, amma xəyalını qurduğum ölkələrə kimsə gedəndə və dil baxımından kimsə daha belə gözəl dilləri daha rahat biləndə ona insan həqiqətən də paxıllanar ki, çünki bacardığımızı hər bir şeyimizi eləyirik, amma insan hardasa nədəsə müfəvvəq ola bilmir. Başqası buna müfəvvəq olsa sən ki, maşallah nə gözəl ki, bu dilin öhdəsindən gəlib. Lakin həmin müəllim, yəni dediyim kimi bizim illərdə heç bir tələbəsinə nə mixi yazıları, nə də Şumer dilini öyrətdi. Bu da elə bir şeydir ki, sən məsəl üçün Mesopotamiya tarixini öyrənirsənsə, tarixi öyrənməklə yanaşı, tarixin əsasında əlifba dayanır, dil dayanır, tam bir təsəvvür yaratmadan ötəri bunları bilmək olduqca gözəl olardı. Ruhu şad olsun. İnşallah ki, kiməsə öyrədib, bizim Şuşa səfərimiz davam edir. Başına çıxır, üstünə çıxır. Şuşada ikinci günümüzdür. Sübh namazından sonra bülbüllərin səsi götürüb aləmi. Bakıda qara toyuqlar oxuyursa, burada daha çox bülbüllərdir və bülbüllərin səsi ilə oyanırsan. Hava bugün çox gözəldir, çox gözəl yatdıq, dincəldik. Mən ümumiyyətlə 2 gündür yollardaydım. Əvvəl Lirikə getdim və gəldim. Gecə saat 1-də çatmışdım. 2-3 saat dincəldikdən sonra, əşyaları yığdıqdan sonra səhər tezdən Şuşaya yola düşmüşdüm və bugün qəşəng burada dincəldim. Amma əsas məsələ, mən yol adamıyam. Mən yollarda əziyyət çəkməyə öyrəşmişəm. Gəlin görək Ema xanımın Şuşadakı gecəsi necə keçib. Sabahın xeyir Ema xanım. Salam əleyküm. Necə yatdın, necə durdun? Deməli, dünənki günü tarixə yazmaq lazımdır. Qırmızı hərflərlə. Emma xanım saat 11-in yarısı yatmağa gedir. Məncə saat 10 idi, hətta 11 işləyirdi. Mən video yığırdım. Yox, 11-in yarısı idi. Niyə? Mən gördüm ki, heç dayana bilmirəm. Saata da baxdım, fikirləşdim ki, yəqin saat 1-ə işləyibdi. Görüm, yox, 11-in yarısıdır. Və dünən birinci dəfə idi mənim Instagram, YouTube həyatımdakı mən cavab verməmişəm. Dünya aləm vecvədəlidir. Yıxılıb yatmışam. Deməli, sən məni, biz illərlə səninlə mən səyahətə çıxıram, yəni ki, imkan dairəsində. Yadındadır, biz bir dəfə Yunanistanda olanda, bir də Türkiyənin Finikiya deyilən bir yerdə dedim, ay Allah, bura cənnət məkandır, bura belədir və mən yanılmışam. Deməli, cənnət məkan mənim öz vətənimdə Şuşadaymış. Bu cümləni bugün səhər WhatsApp-da hamıya demişsən. Allaha and olsun, bu cənnətin orta məkamı, yəni yeridir və Allah sənin Popova rəhmət eləsin. Deməli, onun sözü var idi, dünya vətəndən başlayır. Bəli. Deməli, cənnət bizim öz burnumuzun ucundaymış, xəbərimiz yox imiş və həqiqətən də bundan sonra mən imkan dairəsində baxmayaraq ki, düzdür, yol uzaqdır, amma məndə ki, bu bəxt var, şükür Allaha. Güman edirəm ki, bu yaxınlarda təyyarədə nəsə düzəldəcəklər. Təyyarə var əslində, Füzulidən gəlmək olur, amma onu tədbirlər öncəsində açırlar. Bir dənə tədbirə dəvət alsaq, Bakı Füzuli təyyarəsindən gəlirik, uçuş olacaq 40 dəqiqə harca, 45 dəqiqə. Oradan da 35 dəqiqə Zəfər yolundan tunellə gəlsin. Çox sürətli bir yol eləyiblər. Düzdür, içində ən belə döyüşün ağır yerlər həmin o bugünkü Zəfər yolundadır. Amma dayanmadan o yolu sürətləndirdilər. Çünki tədbirlər olanda böyük dövlət başı oradan gəlir. İnşallah oraya gələrsən. İnan yenə ki, mən hətta səninlə indi danışanda yenə də hayf bilirəm ki,
bu quşların Hə, səsinə görə. dünən siz oturanda mən video çəkirdim. Dedim quşlar elə gözəl oxuyur, adam heç danışmaq Çox gözəl. istəmir. Dünən bir mənzərə çəkmişdim. Deməli Aytan xanımgil 3-4 dənə bülbül var. Orada onlara çörək qırıntısı verirlər və deməli örgənimi baxı Aytan xanım yanında kimsə otursun, amma axır başlayıb onu çağırmaq. Gəl bura balacan, gəl bura körpəm. Çörək də verib ona və o başlayıbdı o çörəyi dimdikləməyə və mən 65 yaşında qadın nəhayət həyatımda birinci dəfə idi üz-üzə canlı bülbülü gördüm. Aytan xanım demişkən nəsə bizim üçün hazırlayır. İyi qoxusu gəlib bura. Gedək səhər yeməyi yeyək. Çox maraqlı durumdur. Deməli çıxırıq oradan, gəlirik. Həqiqətən də elə bilərsən ki, evdə. Həqiqətən ha. Deməli axşam biz yemək yediyimiz yer məni dünən valeh elədi. Çox təsiri altındayım. Bilmirəm mən niyə beləyəm? Hər şey böyük. Belə yaxşıdır, duygusal olmaq yaxşıdır. Vay o gündən ki insan soyuq olar. Yox, soyuq amma yox, bu başqa gözəllikdir. Maşallah. Maşallah, maşallah, min kərə maşallah. Aytan xanım dünən özünüz gördünüz və yenə burada xarüqülələr yaradıb. Bizim üçün quymaq hazırlayıb səhər yeməyinə. Siz dünən Firnidən danışanda mən istədim deyəm ki, Aytan xanım, marağım var Şuşada necə quymaq çalınır. Bizdə quymaq bu cürə hazırlanır. İndi sizin xoşunuza gələr, gəlməz, onun dadına baxıb deyərsiniz. Estağfurullah, o nə deməkdir? Məncə mən bunun dadına baxacağam çünki bu belə xoşuma gəldi. Löpü deyil, hə. Qazmağı da var. Özü çox qəşəng ətir gəlir. Zəfəranında. Və burada deməli dünəndən mən artıq başa düşdüm ki, siz yeməkləri nehrə yağı ilə hazırlayırsınız. Əl yağı ilə da. Yəni belə bu yağın 2 adı var. Sən baş çox unikaldır. Firni də gəlir. Mən biraz aralaşım, Firni də gəlir. Səhər ürəyin gedir. Hay-küy salasan. Mən tez gedim oturum, sağ olun. Mən keçən il ilk dəfə burada Firni görəndə çox təəccüblənmişdim. Çünki bizdə heç bir yerdə səhər yeməyində Firni verilmə söhbətini biz görməmişdik. Əməkdaşlıqlarımız çox olmuşdu. Firnini görəndə dedim, eşq olsun. Yəni məsələ Firnidə də öyle. Məsələ ona yəqin ki, salmaqdadır. Çox sağ olun. Teşekkürler. Çok sağ olun. Bu sarı qızılgüllər də sanki cənnətdən bir köşədir. Bunların bir qoxusu var ki, biz bu qoxunu video ilə keçirə bilmirik təəssüf ki. Əncil mürəbbəsini, bir şəkər istəyir. Şəkər siz belə qoymusunuz. Bəli. Bunu Demək, bu otel, Yasəmən Otel yaz aylarında açılır, fəaliyyətini bərpa edir və onun konseptindən asılıdır. Və siz bura əgər ki, havalar yaxşı olanda, Yasəmən mayda çıxanda, çiçək açanda, burada hər yerdə Yasəmən güllərinə rast gəlirsiniz. Biz mayda keçən il, mayın axırlarında gəlmişdik və Yasəmən mövsümünə yenə də düşmədik. Amma keçən ildən bu yana bu fərqli bir cəhət var və otelin bu az qala ev sahibləri, belə deyək ki, mən onlara hələ baxıram. Bütün bu abu-havanı qoruyanlar da onlardır. Zahid dayı var, Aytan xanımın yoldaşı. Burada cürbəcür qızılgüllər əkib və mən belə qızılgülləri demək olar ki, uzun müddət həyatımda görmürdüm. Nə qədər səyahət etməyimə baxmayaraq, hətta bu yaxınlarda Özbəkistanda Namangan Gül Festivalında olmuşdum. Orada belə qızılgüllər yox idi. Hamısı çox gözəldir. Rəngləri fərqlidir. Qoxuları bir inanılmazdır. Üstəlik burada Dəməşq çiçəyinə rast gəldim. Dəməşq qızılgülünə ki, bütün bu bildiyimiz qızılgül suları, yağları da məhz həmin güllərdən hazırlanır və həyatda o gülləri görmək mənim üçün böyük bir təəccüb oldu və böyük bir sürpriz oldu və dünəndən biz burada nəinki bülbüllərin səsinə qulaq asırıq, həmçinin bu güllərin gözəlliyindən şəxsən özüm də zövq alıram, ana da zövq alır və bu güllərin arxasında bir cüssəli kişini görmək, onun qayğısını, onun sevgisini görmək inanılmaz gözəldir. Çünki biz öyrəşmişik ki, qadınlar hər şeydədir. Ocaq başında, ocağın evinin qurucuları, hər şey eləyənlər və üstəlik də güllərə də qadınlar qulluq eləyir. Amma gül qədər incə bir zərif bir belə deyək, yaradılışının arxasında bir kişi onlara qulluq eləyəndə inanılmaz gözəl bir harmonik bir mənzərə yaranır. Ona görə də biraz güllərə hazırda Zahid dayı qulluq edir. İstəyirəm Zahid dayını danışdıraq, biraz Şuşadan danışsın, biraz bizə buralardan danışsın, biraz da güllərə olan sevgisindən danışsın.
Sizi bir daha salamlayıram Zahid dayı. Salam İradə xanım, xoş gəlmisiniz. Xoş gördük bir daha. Keçən ildən ürəyimi fəth elədiniz. Mən Çox sağ olun, vətənimin minnətdaram. insanlarına qarşı bir sevgi hissim var və hər getdiyim mənzildə hər insanı qəlbimə yazmam, amma sizin ailəni keçən il qəlbimə yazdım. Var Çox olun. gözəlsiniz, çox möhtəşəmsiniz. Sanki bütün bu Şuşanın ab-havasını, gözəlliyini özünüzdə, ürəyinizdə həkk etdiniz və gələn hər bir qonağa da çatdırmağa çalışırsınız. Çox sağ olun, var olun. İndi də bu il sizi bu Sizdən gözəl sağ olun. gözəl güllərin ətrafında görürəm. Necə gözəl güllər ərsəyə gətirmisiniz. Yəni bunlara qulluq bambaşqa bir gözəllikdir. Bəli, bizim bu güllər doğrudan da bizim evimizə gələn adam, hər bir adam, insanın, hər bir qonağımızın zövqünə oxşuyur. Doğrudan da hamı baxır, ləzzət alır. Şuşanın havasının, suyunun, təbiətinin bir başqa gözəlliyi var. Amma bizim bu güllərin bu qulluq edib baxıb zövq aldığımız güllərin bir başqa gözəlliyi var, bir başqa ləzzəti var. Həqiqətən uşaqdan tutmuş böyüyə qədər, yəni elə bir qonağımız olmayıb ki, gəlib burada bu gülün yanındadır, baxıb yəni ləzzət almasın. Bu olmayıbdır. Bu güllərin belə də olması üçün biz bunun qulluğunda olmalıyıq, əziyyətini çəkməliyik. Hər şeydən əvvəl yenə də dediyim kimi əsas bizim qonaqlarımızdır ki, qonaqlarımızın zövqünə oxşayaq, qonaqlarımızın xoşuna gəlsin. Bizim əsas da, yəni mən bunu mütləq deməliyəm, bu güllərin bütün ağırlığı hamısı mənim çiyinlərimdə deyil. Çünki bu güllərə əziyyətçi məndən başqa əziyyət çəkənlər də var. Allah hamımızdan razı Bəli, olsun. bizim bağbanlarımız var. Allah onların da canı sağ eləsin. Amma mənim güllərə doğrudan həqiqətən təbiətə bir başqa vurğunluğum var, bir başqa. Yəni mən bu işdən zövq alıram. Alə o da hiss olunur. Bəli, Maşallah. mən hansı işdə oluramsa olsun, şəxsən bu güllərə, gül çiçəklərə qulluq eləməkdə mən yorulmaram. Maşallah. Doğrudan deyirəm. Maşallah. Mənim nə qədər boş vaxtım olsa da, inandırım sizi ki, bu güllərlə mən güllərə qulluq edirəm, güllərlə danışıram. Həqiqətən deyirəm, güllərlə danışıram. Ondan mən ləzzət alıram. Mən də bilirəm ki, nə qədər olmasa da belə də eşitmişəm ki, mən gülə qulluq edən adam güllə danışmalıdır, gülü oxşamalıdır. Mütləq. Bəli. Mən inanıram ki, onlar bizi eşidirlər. Bəli. Ona görə də həqiqətən mən elə bilirəm ki, güllə yox, məsələn insanların yanındayam. Mən Maşallah. ətrafımızda heç kim yox, amma mən olanda danışıram. Güllərlə söhbət edirəm mən. Xüsusi ləzzət verir. Şuşamızın suyu, torpağı, havası həqiqətən deyirəm. Bunlar da çox sayılır ki, yəni bir başqa olur. Bu torpaqda, bu suda, bu havada insanlar gəlib özlərini elə hiss eləyirlər ki, deyirlər ki, elələr var, deyir ki, elə bil anadan indi doğulmuşuq. Elədir. Həqiqətən elədir. Həqiqətən Şuşanın suyu da, havası da, torpağı da bu güllərin belə gözəl olmasında böyük rolu var. Böyük rolu var. Allah canınızı sağ eləsin. Sizin də. Mənim deyəcəyim nədir? Şuşa hamımızındır. Şuşa bizim həmişə deyildiyi kimi mədəniyyət ocağımızdır. Allah şəhidlərimizin canı sağ, Rəhmət şəhidlərimizə rəhmət Amin. eləsin. Qalanlara Allah Təala can sağlığı versin ki, bizə bu günləri yaşatdılar. Elədir. Çünki biz Şuşadan danışanda, biz Qarabağımızdan danışanda mümkün deyil ki, biz şəhidlərimizə rəhmət oxumayaq, qazilərimizin Allah canı sağ eləsin, prezidentimizin Allah canı sağ eləsin Amin. ki, bu günləri bizə yaşatdılar, gördük. Amin. Onların sayəsində gördük. Allah hamının canı sağ eləsin. Şuşa indən sonra, Qarabağımız indən sonra hər gün qonaqlı qaralı olmalıdır. Çünki bu qonağın, qaranın, gələnin, gedənin hamımız çox belə həqiqətən deyirəm. Bilirsiniz, insan ürəyindən keçən sözləri deyəndə həqiqətən bir balaca hiss edirəm ki, bir balaca boşalıram, rahatlaşıram. O qədər həsrətini çəkmişik. O qədər həsrətini çəkmişik ki, ay Allah, yerimizdə olaydıq. Qonağımız gələydi, qonaq qarşılayaydıq. Çox şükür ki, bu günü gördük. Çox şükür. Sizin kimi gözəl insanlar, Allah gözəl sizdən razı xanımlar olsun. gəlib qonağımız olursunuz. Vallahi inandırım sizi ki, mən gündə 100 nəfər qonaq qarşılasam yorulmaram. Çünki Qanımızdadır. bəli, mənim arzum olubdur, istəyim olubdur. Maşallah. Mən hardayam, mən Şuşamızdayam. Mən də istəyirəm ki, Şuşamızı hamı görsün, hamı hiss eləsin, hamı görsün ki, burada nə gözəlliklər var. Əsə biraz Var olasınız. bunu sizin də Allah razı olsun. Hər zaman buralarda onu hər zaman gələndə sizi burada görək. Çox sağ olun, var olun. İnsan bir görəndə ki, hansısa bir ünvanda gözəl bir insan var, bilirsən ki, mən olmasam belə qonağımı ora göndərsəm, Bəli, necə borcumuz. mənlə yanaşıblar, elə qonağım da Bəli, ağrı ola ona bilməz. görə bütün bu gözəlliyin yükü sizdədir. Var Allah olasınız. sizi var eləsin. Çox sağ olun. Elə hər zaman gələndə bu gözəl yerdə sizi görək. Çox sağ olun, var olun. Mən uşaq olmuşam, amma siz bizim böyüklərimizsiniz. Nə qədər də acılı Allah olsa, sizə dəyməsin, buyurun, hə, bəli. o vaxtlara qayıtmaq istəyirəm. Siz Şuşadan çıxanda neçə yaşınız var idi bu? Mən Şuşadan çıxanda 23 yaşım var idi. Şuşa çıxan vaxt 23 yaşım vardı. Mən Şuşa çıxan vaxt Milli Ordudaydım. Milli Orduda qulluq edirdim. Bəli, Şuşa çıxandan sonra yəni
bizim Azərbaycan gəncləri kimi mən də evdə oturmamışam. Bütün Şuşadan sonra Ağdərə bölgəsində, Laçın, Kəlbəcər, Murovdağ, bütün hər bir yerdə mən Şuşa polis batalyonunda polis nəfəri kimi çalışmışam, amma ona baxmayaraq Şuşa polis batalyonu heç bir Milli Ordunun əskərindən geri qalmırdı. Hər bir yerdə Milli Ordunun əskərindən eyni gedirdik. Çünki Şuşa çıxandan sonra Şuşa özünün müdafiə batalyonu dağıldı, paylaşıldı bir başqa batalyonlara. Biz isə Şuşa polis batalyonunun nəzdində döyüşlərdə əvvəldən axıra qədər bütün döyüşlərin hamısında iştirak etmişik. Maşallah. Allah ki, yenə də deyirəm, şəhidlərimizə rəhmət eləsin. Amin. Bu hekayədə bir də vətən həsrəti çəkib Bakıya köçən insanların dünyadan köçməsi hekayəsi var. Bəli. Mesela bizim ailədə ana tərəfdə də belə bir hekayə var idi. Keçən dəfə danışmışdım. Bizim ailə ana tərəf sürgün olunmuşdu və Bəli. mənim babam Qazaxların yanına gələndə, indi o vaxtki Qazax kültürü ilə bugünkü biraz fərqlidir, biraz Fərqlidir, indi bəli. fərqlidir. Onların necə yemək yediyini gördüyəndən sonra kişi də belə bəy ailəsinə alıb 3 gündən sonra ürəyi dayanıb onun əsasında rəhmətə getmişdi. Yəni mənim Allah cürə rəhmət babamın eləsin. ölümünün çox belə anlamsız bir hekayəsi var, amma o qədər öyrəşib bizim xalq başqa xalq olub belə oturuşun, Əlbəttə. duruşun bilən. Doğrudur. Və doğrudur. Şuşada da belə hallar, yəni biz uşaq idik, amma eşidirik ki, bəziləri Bakıya köçəndən sonra o vətən həsrəti, torpaq həsrəti, ev həsrətindən dözüb ölən böyüklərimiz oldu. Mənim həqiqətən deyirəm, elə dünyasını dəyişən bizim böyüklərimiz, ağsaqqallığı bir şeylərimiz çox oldu. O cümlədən mənim atam, əmim, yəni Şuşanın getməyindən bir il çəkmədi. Yəni bir il artıq yaşaya bilmədilər. Özləri də həmişə deyirdilər ki, biz qıraqda yaşaya bilmərik. Söhbət onda deyil ki, Azərbaycanın hər hansı bir güşəsi bizim hamımızın vətənimizdir. Söhbət onda deyil. Amma söhbət bundan gedir ki, o insanlar müəyyən bir, məsələn, yaş devrən, məsələn, bir 50 ilin Şuşada yaşayandan sonra başqa bir yerə gedib oranın nə havasına, nə suyuna, nə alışa bilmirdilər. Məsələn, biz cavan idik, uşaq idik, bizə o qədər də çatmırdı. Amma yaşlıların o hərəkətləri, o vaxt danışıqlarından indi mən müqayisə edirəm. Mən doğrudan da görürəm ki, şəxsən mən bu gündən sonra, məsələn, özdə hansı ki, mən 30 il Bakıda yaşamışam, 30 ildən yuxarı. Amma indi həqiqətən gedib Bakıda qala bilmirəm. Onun da hamısını yenə də fikirləşəndə bizim bu Şuşamızın gözəlliyidir, təbiətidir, havasıdır. Havası inanılmazdır. Yəni biz Bəli. hər zaman bunu əfsanə kimi eşitmişik, amma son 5 Çox ildə şükür, gəlib gedirik, görürük ki, görürsün. həqiqətən də fərqlidir. Bəli, ona görə də bizim yenə də deyirəm, Şuşa həsrəti ilə gedənlərimiz, dünyasını dəyişənlərimiz çox oldu. Şuşa həsrəti ilə bu dəqiqə yaşayan var, yəni elə bir xəstədir ki, yəni insan gəlib ziyarət edə bilmir. Bunlar da var, belələr də bilirəm. Amma yenə də indən sonra Allah Taala bizim bu millətin, bizim bu dövlətin başının üstündən qara buludları çəksin. İndən sonra bizim bu Qarabağ torpağında nə güllə səs eşidilsin, nə Amin. bomba səs eşidilsin, Amin. nə şəhid xəbərini eşitməyək, Amin. nə Amin. qazi görməyək. İnşallah Allahın köməkliyi ilə bizim işimiz budur. Yaratmaq. Yaşamaq, yaratmaq. Yaratmaq. Bəli, bizim işimiz Yaratmaq. budur. Biz bu işlərlə məşğul olaq, qonaq qəbul eləyək. Maşallah. Allah sizi Var var olasınız. eləsin. Bir daha xoş gəlmisiniz, səfa gətirmisiniz. Çox sağ olun Zahid Çox müəllim. sağ olun, var olasınız. Sizə biraz yuxarı məhəllələrə göstərim. Sakitçiliyi çatdırmağa çalışım. Buradan bir neçə yerdən belə girişlər qoyublar. Və təzə korpuslar da var. Belə dağılmış köhnə evlər var. Amma bugün Şuşanın mərkəzində yuxarı və aşağı Gövhərağa məscidlərinə yaxın olan ərazilərdə, yerlərdə ki, oradakı bu bəy evləri, onların bu və digər hissəsi bərpa olunur və tarixi, sanki Şuşanın tarixi bir mənzərəsi yenidən canlandırılmağa çalışılır. Ən uğurlu layihələrdən biri eyni zamanda Bülbülün ev muzeyinin bərpası və Mehmandarovların ev muzeyinin bərpası olmuşdu.
Şuşanın köhnə evlərini gördükdə, bu dağılmış evləri gördükdə və dağın da başında evlər var. İndi böyük bir belə bəzən layihələr eləyirlər. Süni zəka ilə, AI ilə hansısa bir dövrü canlandırırlar və yazırlar ki, nə bilim, Məkkə 7-ci əsrdə və yaxud hansısa bir şəhəri qeyd edirlər bura bu əsrdə. Elə bir şeyi Şuşa üçün də eləsələr, yəni AI-dan başa çıxanlar, daha yaxşı bir şeylər ərsəyə gətirənlər, AI-ın 19-cu əsrdə, Şuşanın 18-19-cu əsrdə bu erməni nəfəsi yayılana qədər ki, dönəmini göstərsələr, bu bəy evlərinin memarlığı, Qarabağ evlərinin gözəlliyini göstərsələr, o qədər gözəl bir iş ərsəyə gəlmiş olar ki, gəl görəsən. Amma bununla bağlı əslində əvvəllər necə olub düşüncəsini, təxəyyülünü yarada bilir ancaq hazırda fotolar. Və Çingiz Qacarın çox gözəl bir köhnə Şuşa kitabı var, toplusu var. Onu videoya əlavə edəcəm. Onu yalnız indi bu kinistlərdən tapa bilərsiniz. Və o kitabda Şuşanın köhnə evlərinin necə olub, onun şəkilləri var. Orada Üzeyir Hacıbəyovun da evi var və digər mülklərin də şəkilləri var. Və məsələn, həmin kitabda çox belə ağırlı bir məsələ var. O demək olar ki, insanı çox incidir. Deyir ki, 1900-də Şuşanın həyatında bu erməni izləri, hətta 20-ci əsrin lap əvvəlində 1905-ci ildə də var idi. Lakin mart soyqırımından danışılır və qeyd olunur ki, evlərə girən, istər Bakı olsun, istər Şuşa olsun, istər hər harda orada bəy xanımlarının şəkillərini göstərir və qeyd edir ki, evlərə girən ermənilər sırf bu foto albomdakı fotolara görə bilirdilər ki, bu evdə hansı zinət əşyaları var. Və həmin şəkillər, indi bura əlavə edəcəm bu video, mütləq əlavə etmək istəyərəm. Və deyir, həmin şəkillər əsasında otaqlardır gəzilər və bəy xanımlarının əşyaları, qızılları qarət edilərdi. Çox çətin bir dönəmlər idi və mən çox arzu edirəm ki, xalqımızın ümumiyyətlə əsrlərdən süzülüb gələn bu qan yaddaşını həm unutmayaq, düşmənimizin kim olduğunu heç vaxt unutmayaq, amma eyni zamanda bir daha belə çətin durumlar, qanlı səhifələr yaşanmasın. İnşallah indən belə hər şey daha gözəl olar. Bizim bugün yemək vaxtımızdır. Və Aytan xanım burada yenə bəhlər yaradıb. Aytan Boyanalı plovumuzdur. Aha. Bunu mən Elmira xanıma görə içinə nə qoz vurmadım, nə zoğalaq dası vurmadım. Bu da quzu qol vurmamızdandır. Amma sadə bəsitdir. Bəli, sadədir. Bu boyana plovudur. Bəli, boyanalı plovumuzdur. Aha. O da kartoflardır, hə? Bəli, Sən kartoşkalardır. qorxmursan ki, mən burada bir dəfəlik alaram. İnşallah. Və bu ənənəvi quzu qovurması. Bəli, qozlu quzu qovurmamızdır. Quzu qovurması çox gözəl Amma görsənir. mən bunun... Bunun da dadına baxırsan Əmə xanım. Bəli. Buyur götür. Altına lavaş sərmişsə, Aytan xanım. Bəli. Çox gözəl. Dadına baxaq. Və burada xüsusi nəyə qeyd eləmək istəyirəm? Zəfəran şərbətini. Bundan biz dünən də içdik. Mən belə zəfəran şərbətini ilk və axırıncı dəfə 2022-ci il mayında İsfahanda içmişdim. Orada bir dənə Nəqşi Cahan meydanında Miras adında bir kafe vardı. Onu heç vaxt unutmuram və kitabıma da onu mövzu etmişəm. Orada ənənəvi dədə-baba Səfəvi şərbətləri ancaq onlar verirdilər. Uzağı çay verirdilər. Yemək heç bir şey yox idi. Düz orada iki cür fərqli bir şərbətlərdən dadına baxdım. Çünki qızılbaş ənənəsi idi. Və dünən Şuşa sizin bu hazırladığınız zəfəran şərbətini içəndə mənim içinə bir belə nostalji hisslər keçdi. İsfahan üçün çox darıxdım. Əllərinizə sağlıq, çox dadlıdır. Çox sağ olun, nuş olsun, halal xoşunuz olsun. Ancaq zəfərandan hazırlanır, hə? Bəli, zəfərandır, bir də limondur. Limondur. Çox gözəldir. Gözəl gününüz olsun. Göz Xoş ki, mənə siz bəyəndiniz. Can, göz haqqınızı halal edin, biz gedirik yeməyə. Adına özünə vətən deyirəm, çölünə, düzünə vətən deyirəm. Ay aman, yar ay aman Şuşa böyük bir şəhər kimi
Bir neçə mərhələdən keçmişdi şəhər salması və biz bugün çox böyük bir fəxr və qürur hissəni deyə bilərik ki, şəhərin salınmasının, şəhərin yenidən qurulmasının sanki bir 4-cü mərhələsini yaşayırıq. Şəhərin birinci salınma mərhələsi 1748-1763-cü illər Pənahəli xanın dövrünə əhatə edir. Və həmin vaxtı Təbriz və Ərdəbildən sənətkarlar gəlmiş və burada Bayat qalasına yerləşdirilərək şəhərin salınmasında və binaların və məscidlərin tikilməsində birbaşa cəlb olunmuşlar. Zaman-zaman Şuşa böyümüş və onun 17 məhəlləsi, 17 bulağı olmuşdu. Hər məhəllənin öz bulağı olmuşdu. Və adını keçən dəfə çəkdiyim Çingiz Qacarın Köhnə Şuşa kitabına baxdıqda əslində zamanla 19-cu əsrdə həmin evlər necə bir gözəllikdə olub, onun təsəvvürünü biz yaşaya bilərik. Aşağı məhəllədən başlayan Şuşa, ki ona bəzən də Təbrizi məhəlləsi deyiblər, böyük bir məhəllənin içində kiçik məhəllələr də olmuşdu və Şuşanın tarixində, mənəvi, mədəni tarixində özünə məxsus yer buraxmışdı. Şuşaya gəldiyinizdə mütləq qaydada Şuşa Turizm İdarəsinə müraciət edin. Oradan bir yaxşı bələdçi götürün və sizə Şuşada kiçik və daha böyük saat daxilində turlar təklif edəcəklər. Daha gözəl gəzməkdən ötəri və Şuşanı daha yaxşı hiss etməkdən ötəri. Mən əslində özüm də gəzə bilərdim, lakin bunu Şuşanın özünün biliciləri ilə gəzmək daha gözəldir. Qoy onlar izah etsinlər, anlatsınlar, biz də çəkək, göstərək. Deyilən şeylər indi amma sadıqca mədə həm Azərbaycanın və Şuşanın ümumilikdə ən gözəl məscidləri olan Aşağı Göfərağa məscidi. Mən bu məscidi çox sevirəm. Düzdür, fərq olmur Allahın evidir, amma buranın inanılmaz bir ab-ı havası, inanılmaz bir gözəlliyi var və ümumiyyətlə Şuşanın bütün məscidləri özünün gözəlliyi ilə, özünün bu mənəvi havası ilə çox fərqlənir. Burada 17 məhəllədə, bayaq da qeyd etdiyim kimi 17 məhəllə, 17 bulaq olub. Eyni zamanda hər məhəllənin də öz məscidi olub. Bəzi məscidlər içəri şəhərdəki kimi həm minarəlidir, həm də minarəsizdir. Ona görə bəzilərini heç fərqləndirmək olmur və əsas etibarilə Şuşa məscidlərinin əsas memarı Kərbəlayı Səfixan olmuşdu. Şuşa budur, yəni bir yandan yağış yağır, bir yandan da 2 dəqiqədən sonra açılır və yağışdan sonra gələn bu işıq bütün çəkiliş üçün ən ideal işıqdır ki, bu haqda da Dünya Vətəndən Başlayır kitabımda yazmışam. İnşallah kitabın 2-ci hissəsini Qarabağa həsr etməyə niyyətliyəm. Allah müvəffəq etsin. Yuxarı Göfərağa məscidinə gəldik. Göfərağa İbrahim Xəlil xanın böyük qızı olmuşdu və o vaxtı xanımlara hörmət əlaməti olaraq ağa deyirdilər və bu baxımdan Göfər xanımın da künyəsi ağa olmuşdu. Və sonradan Göfər ağadan başlayaraq artıq xan nəsli olan xanımların adına ağa sonluğu əlavə edilmişdi. Çox maraqlı məlumat verdi xanım burada. Mən ilk dəfə məsəl üçün bu haqda eşitirdim ki, Göfərağa məscidi 4 dəfə demək olar ki, tikilib, bərpa edilib. İlk dəfə namaz qılmaq üçün, ibadət üçün yer lazım idi deyənə qamışlıqdan inşa edilmiş və sonradan artıq bünövrəsi ucaldılmışdı. Demək olar ki, işğal dönəmində salamat qalmış tək məscidimiz olub burada. Lakin adı dəyişdirilmişdi. Bunun haqqında da hər birimiz bilirik. O hissələrə qayıtmıram. Azadlıqdan, işğaldan azad olunduqdan sonra artıq tamamilə yenidən qurulmuş, səliqəyə salınmış və bugün Şuşanın göbəyində, mərkəzində yenidən öz gözəlliyi ilə bərq vurmaqdadır. Necə təəssürat buraxdı sənə məscidlər? Gözəl, Fərqlidir, hə? fərqlidir və eynən Ağdamda olan kimi yəni bildiyimiz səbəblərlə bağlı yenə biraz duyğusalam. Həmin memardır bu arada sənə də qeyd edim. Həmin hal yaşanır məndə. Həm də indi biz bu meçidə gələndə şəhidlərin anası ilə görüşdüm. Biz Qubada tədbirdə olanda onlar hamısı mənimlə görüşmüşdü.
Allah o qadınların canı sağ eləsin, evlatlarına, bütün şəhidlərimizə Allah Amin, rəhmət eləsin. Amma mən biraz emosional, duygusal adamam, o biraz məni narahat eləyir. Bir də məsələn yolu gəlirik, müasir Şuşa, dağılmış evlər. Yəni mən həmin şeyi Ağdamda da, yəni mənə biraz çox təsir eləyir. Bilmirəm indi bu yəqin ki normal bir şeydir. Amma çox gözəldir ki, Şuşamız Çox dirçəlir. gözəldir. Şuşa heç yəni ki yenə deyirəm ki deməsələr ki Şuşadır, mən həyatı boyu inanmaram ki bu Şuşadır. Elə bilirsən ki tam bir başqa bir aləmdəsən. Maşallah. Natavan xanımın malikanəsi. Amma umarım var. Həqiqətən də fərqli gördüm buradakı evləri. Şuşada yenilənmə davam edir və hər dəfə gələndə Şuşa yeni bir gözəlliyi ilə təəccübləndirir. Bu gözəllikdə əməyi olan hər kəsdən Allah razı olsun və üstəlik də ki, hökumətimizdən Allah razı olsun. Bunu mütləq deməliyik, çünki Şuşaya böyük bir diqqət sərgilənir və Şuşa yenidən qurulur. Hazırda Üzeyir Hacıbəylinin ev muzeyindəyik. Dahi bəstəkarımızın evi bugün artıq muzey kimi fəaliyyətini bərpa etdi və qapılarını üzünüzə açıqdır. Natavan xanımın evinin yanından keçirsiniz, gəlirsiniz məşhur Tut bağı və yaxud Xan bağına. Sizdən sol tərəfdə qalır Şuşa qalasının divarları və yuxarı hissəyə çıxdıqda sizi bu dahi bəstəkarımızın ev muzeyi qarşılayacaq. Biletləri həm Aytiketdən ala bilərsiniz, həm də bura gəldikdə yerində də ala bilərsiniz. Yəni bu gözəl muzey ilə tanış olaq. Mən Mehmandarovların ev muzeyində olmuşdum. Onu da çəkib göstərəcəyik, amma bura ilk dəfədir, çünki yeni fəaliyyətdədir. Allah bu burada da buradadır. Təəccüblü bir şeyə rast gəlirəm. Yəni sizi biraz əvvəl qarşılayanda bax sol tərəfdə Xan Sarayının əgər fotolarını görmüsünüzsə, ona çox oxşuyub. Pəncərələr şəbəkədən olub, qapılar şəbəkədən olub, lakin hal-hazırda Sovet dövründə sanatoriya kurort mərkəzi kimi istifadə olunsa da, burada oxuyanlar və yatanlar imiş, yataqxana tipli uşaq sanatoriya. Və hardasa onun bir ay sonra sentyabr ayında 60. Şuşada sonuncu günümüzdür. Bugün Şuşaya sağollaşırıq və dünən hava yağmurluydu deyənə bir çox yerlərimiz, bəzi yerlərimiz qaldı, bəzilərini gəzdik və əslində bugünə Xankəndi gəzisi planlamışdım ana ilə, amma indi havadan dolayı Şuşada qalmağı tərcih etdik. Qalaq elə avtobusa buradan da minəcəyik və bugünə Cıdır düzümüz qalıb, Mehmandarovların ev muzeyi qalıb və bəzi yerlərimiz qalıb. Ümumiyyətlə Şuşadan doyulmur. Şuşanı elə aramla, gözəlliklə gəzmək lazımdır və bugün sonuncu günümüzə qalan yerlərdən biri Mehmandarovların ev muzeyidir. Yasemin otellə üzbəüz olan hissədir. Ümumiyyətlə Şuşanın bu hissəsində çoxlu bəy evləri məsələ sanki bura düşüb və gələ-gələ qalxa-qalxa həmin o dağılmış evlərin həm evləri görmək olar, həm də çox gözəl iş görüblər ki, hər biri hansı bəyə məxsus olub. Onun da qabağında elə bir balaca lövhələr var. Mən Mehmandarovlar muzeyində olmuşam, amma YouTube üçün çəkmək də bir ayrı gözəldir. Üstəlik ana da tanış olacaq. Ənənəvi qaydada hər bir evin və hər bir məhəllənin özünün bulağı olub, amma Mehmandarovlar daha belə zəngin olublar deyənə ayrıca bulaqlar olub. Evin həyətində məscid hissədir və bu da Mehmandarovların öz evidir. Bugün orada muzeydir. Siz ya buna baxın. Ərazidə deməli arxada görülən divarın yanında Mehmandarovların böyük bir evi olmuşdu və bu gün qalan hissəsi sadəcə kiçik evdir. Ermənilərin zamanında Şuşanın işğalı dövründə həmin böyük ev dağıdılmış, ancaq qalıqları qalmış. Kiçik ev isə qismən dağıdılmışdı və burada məsciddə deməli bir erməni qiymətli daşlar güya gətirib sərgiləyirdi. Mən onun müharibə vaxtında yaxşı bir sayt var idi, Live Journal adlanırdı. Rusların Qarabağa girişinə icazə var idi. Yəni Qarabağı mən Rusların o şəkilləri ilə görürdüm və paylaşırdım. O erməni orada qiymətli daşları sərgiləyirdi. Güya ki bunlar özləri tapıblar və qismən də bu kiçik evi saxlamışdılar. Bugün böyük evdən heç bir əsər əlaməti qalmayıb. Arxada görülən ənənəvi bəy evləri olub ki, bugün Yasemin otelin korpusları olaraq fəaliyyətə başlayacaq.
Amma biz bugün Mehmandarla Ev Muzeyinə gələndə kiçik ev hissədə açılmış muzeylə tanış ola bilirik. Mütləq bura gələndə çox tövsiyə edirəm. Əgər heç bir muzeyə belə getməsəniz, eləcə Şuşanı gəzmək istəsəniz, Mehmandarla Muzeyini görmədən qayıtmayın. Ənənəvi Şuşa evlərinin, bəy evlərinin gözəlliyini hiss etmək baxımından olduqca gözəldir. Üstəlik də Cıdır düzü yolundadır. Aydan xanım, Sağlanır və üzəri sədəf daşlarla bəzədilmişdir. halal xanımlara. Yəni heç yerə oxumayıblar. Qoyuruq material. Sizə ancaq burada bir məqamı qeyd edeyim ki, yuxarıda tavanda görülənlər orijinal evin orijinal tavanıdır və digər naxışlar hamısı ona əsasən hazırlanmışdı və memar da yenidən Kərbəlayı Səfixan olmuşdu. Adına özünə vətən deyirəm, çölünə, düzünə vətən deyirəm. Aşağıda axan Aşaltı çayıdır və demək olar ki, hep bizim Azərbaycanın da Qarabağına ən gözəl şəlalələrdən biri var, Çəti şəlaləsi. Çox qəşəngdir, o da aşağılardadır, amma hələ ki getmək izni yoxdur. İnşallah bir gün orada gedərik. Bugün bura çox təravətlidir. Yağışdan sonra əsl belə yeridir gəzməyin, yaşıllığı hiss etməyin və o səssizlikdir deyənə, adətən həftə sonları turistlər çox olur. Həftə içində adam az olur. Ona görə çayın səsi ta bura kimi gəlib çıxır. Adına özünə vətən deyirəm, çölünə, düzünə vətən deyirəm. Gözəl günlərdir, həmd olsun. İlk dəfə İsa bulağına gələndə 2021-ci il idi. Ya 21 idi, ya 22 idi, əstağfurullah. Tam da dəqiq xatırlamıram. Məncə 22-ci il idi, bəli. Onda hələ Rus postları var idi və İsa bulağına keçməkdən ötəri icazə almışdı. O qədər mənə pis təsir eləmişdi ki, mən öz torpağıma getmədən ötürü niyə icazə almıram? Bu Rusu burada niyə görməliyəm? Rusdan zəhləm getdiyim qədər, bəlkə dünyada heç bir millətdən bu qədər zəhləm getmir. Amma düzdür, sonra Çin layihəsində çox yaxşı yol yoldaşlarım oldu. Mən başa düşdüm ki, bir millətin pisi də var, yaxşı da var. Amma indi Azərbaycanın əzəli bir düşməni olub deyənə, Ruslara qarşı belə apatik bir yanaşmam var. İndi məsələ odur. Və bugün biz artıq İsa bulağına rahat gəlirik, sürüb gəlirik. Heç bir Rus postunu orada görmürük və bu çox möhtəşəm duyğudur. Mən öz ölkəmin rəhbərindən də, yürütdüyü siyasətdən də çox razıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Həqiqətən də bu torpaqlarda olmaq gözəl bir duyğudur. Mən hələ Kəlbəcəri görməmişəm. Hələ məni Kəlbəcərə dəvət etmirlər və bu məni biraz incidir. Çünki məni hələm bir şeylər incitməz, amma çox dəxilsiz insanların Kəlbəcərə aparmaqları, dəvət etmələri, amma hələ də dəvət etməmələri. Çünki Kəlbəcərə getmək o qədər də asan deyil. İcazə falan olsa da, olmasa da. Hər bir halda hələ Kəlbəcərə qədər buraların təbiətindən zövq alıram. Çox gözəldir, inanılmaz gözəllikdədir havası. Hər şey, artıq yemək yemirik biz Şuşada. Mənim anamın saat 10-da 11-ə işləmiş, Bakıda yatmağı yoxdur. Burada saat 10-dan yuxuya gedir. Hava təmizdir, hava incitmir. Biraz yağır, sonra bir qəşəng rənglər gəlir. Demək olar ki, hər şey burada çox idealdır, çox gözəldir. Bir gün inşallah yenidən Laçına qayıdaram. Orayla bağlı bir planım vardı ki, arıçıları gəlim çəkim, içində hekayəsi olan insanları çəkim ki, Dünya Vətəndən başlayın ikinci hissəsini yazanda əlimdə bir hekayə olsun və inşallah ki, Kəlbəcərə getmək də qismət olar. O torpaqları da görüm nəhayətində. Demək olar ki, Azərbaycanda getmədiyim hələ ki bir tək Kəlbəcər qalıb. Bir də Qubadır. Nədən qalan naxışlar, ornamentlər bunlar. O yaxşı ki var qalır. Bəli.